Mən isə sənin qüdrətini tərənnüm edəcəyəm. Sübh tezdən məhəbbətini məth edəcəyəm. Çünki sən mənə qala olmusan. Dar günümdə mənim pənahımsan. Zəbur 59:16. Sabahın xeyir. Bu gecə necə yatmısan? Necəsən? Özünü necə hiss edirsən? Səni narahat edən, yoran nə var? De mənə. Günahmı? Mən onu siləcəyəm. Həyat qayğılarımı, qayğı yükünü mənə ver. Mən hər şeyin qayğısına qalacağam. Əziz balam, səhər şəfəqi ilə birlikdə üzərinə lütf və xilas işığı doğacaq. Səhər mehi ilə ürəyinə fərahlıq və genişlik gələcək. Səhər şihi qəlbinin bütün günahlarını silib aparacaq. Açılan səhər özü ilə sənə yeni bir səhifə gətirəcək. Səhər hər şeydən öncə məni axtar. Hər səhər sənin yatağının yanında dayanıb oyanmağını gözləyirəm. Gözləyirəm oyanıb məni axtarasan və mən sənə özümü hiss etdirim. İstəyirəm oyanan kimi birinci məni görəsən. İstəyirəm oyananda ilk mənimlə danışasan. Mənə maraqlıdır sənin bugün edəcəyin işləri bilmək, səni dinləmək. Sən özünü narahat hiss edəndə mən sənə rahatlıq vermək istəyirəm. De mənə oyananda məni axtaracaqsanmı? Günü mənimlə başlayacaqsanmı? Mənimlə səhər yeməyi yeyəcəksənmi? Səni gözləyirəm. Sənə bu günün xeyir dualarını gətirmişəm. Gecikmə.